Salam dostlar, xoş gördük hər birinizi. Nə qədər dedim video çəkməyəm, amma çəkəcəm. Ona görə çəkdiyim videoları düz əməlli baxmıyorsunuz, bəyənib paylaşmıyorsunuz. Kanalıma abunə olursunuz, amma bildirim zəng işarəsini açmıyorsunuz ki, mən yenə video paylaşanda xəbəriniz ola. Lampoçka almışam, biliyindən biri yanmır. İndi onu dəyişməyə nətər olduğunu göstərəcəm. Adi 5 layerlik bir lampoçka. Tek kontak şnur yeri. Şimdi bunu dəyişək görək bu nətər dəyişilir. Baxın biri yanır bu. Bileyini. Bu yanır. Bu taraf yanmır, elcə patvarnikdir. Şimdi bunu dəyişəcəm. Deməli kaput açırıq. Baxın bu tərəfdir. Sağ tərəf. Bunu çıxardırıq. Sonra burada indi bu tərəfdən göstəreyim. Bizə lazım olan buradır. Baxın bu nəftili. Bastırıb qırağa itəlir, onun orada qarmağı var. Qarmağından açılır. Çəkirik. Lampoçka çıxır. Çəkmədən də çıxır. Öz əlimizdə gəlir. Bu işləri görəndə mütləq faraları keçirmək lazımdır. Bunu çıxartdıq. Təzə lampoçkaya qoşaq. Verin. Bir əlim məncə dəyişəcəm. Yenə bunu gətirib yerinə tutub. Bax bunu buradan göstəreyim belə. Bir tərəfi belə düzdür. Hər yer dairəvidir, bir tərəfi düzdür. Bu düz yerini orada badronda düz yerə tuş yətmək lazımdır. Başqa da bizdən heç bir məsələ misal həll eləmək, tənlik həll eləmək tələb olunmur. Və deyəsən öz başına bu düz oturmuşdu, və niyə yer çıxdı? Nəfti şponkasını gətirib yerinə salırıq. İndi deyəcəksiniz ki, yaxşı bunun bir dənə şnur keçək, buna müsbət şnur. Bax bu müsbətdir. Mənfi şnur da budur. Birbaşa korpusa gedir, o korpusdan da bunun korpusuna lampoçkaya buraya dəyir. Korpusa. Dostlar baxın. Bu mənim üstündən çıxan köhnə lampoçka. Bu da təzə lampoçka. Bu bolta vuranda yanmalıydı. Üstündə də yanmıyor, burada da yanmıyor. Şimdi buraya bakın. Görün. Bakın böyle bir adi lampoçkadır, yine maşın lampoçkası 12 volt. Bunun indi minus tarafı yani bu şnuru buralara bir yere vuracağım. Sen buraya manat koyaq. Bir üst tarafını da bu şnura vuracağım, bakın.
Fikir verirsin. Bilgin yanır bu tarafta. Bu taraf yanmıyor. Bakın bu lamşıqa işləyir əlimdəki. Kontroller işləyir bakın. Görün hardan masa götürür özdə. Karofkasını da göstereyim bakın. Kutusu budur. Sentinel markalı lamşıqadır. Bakın Sentinel 40 yerine yazıb. Aranındı bu. Bakın Made in PAC yazıyor. Ne yazıyor bilmiyorum. KRC yazıb. Lider Türkiye. Şimdi dostlar bakın. Bunu alanda satanda ne günah var? Sən düzəldənin belə evi cəddinə nəqlət gəlsin. Bu Çinə nəqlət gələn 5 lirdir. Adam balası kimi andur düzəlt satdığını. Tüpürərəm o 5 liraya mən gedib bundan 5 dənə gen ala bilərəm. Bu köhnə lamşıqam. Bu da yanmır bu heç. 5 lirada mən gedib 5 dənə gen alaram. Bunu keçireyim. Geri yerine gireyim. Alanda da tələsik aldım. Nə də heç ağlım əlmədi ki, yoxlayam alam. Hələ bir istədim orada Marnoldaca qoşam bunu. Mütləq kiməsə bir adamı söyməmiş, ağzımızdan çıxan deməmiş, düzəlmir. Gərək birini ağzımıza açaq. Ağla şəyana gəlməyən bir boşluq var imiş şunurda. Şunurun lamşıqı keçən yerində.